Yorumlarda talihsiz, qarabəxt, bəxtsiz, tənha qadınlardan şeir istəyiblər. Mən də dedim ki, onsuz da ürəklərində qalıb arzuları, istəkləri. Qoy ürəklərini şad edək. Bu şeirimizdə bütün tənha, qarabəxt, qaracün, həyatda heç kimdən yarım-yarım xanımlarınıza həsr olunur. Allah sizləri var eləsin. Allah sizləri bizə çox görməsin. Əlbəttə ki, namuslu, qeyrətli qadınlar yaxşı kişiləri, yaxşı bəylərimizin baş tacıdır. Namuslu, qeyrətli insanların baş tacıdır. Və mən də götürüb yazmışam ki, qadın var arzusu yarımçıq qalıb. Qadın var arzusu yarımçıq qalıb, vəfasız birinə meylini salıb. Yaradan yazısın qapqara yazıb, sonradan ağ günə çıxsa nə fayda? Ər gedib, hər gecə kəfdə, damaqda, ac qalıb evində, ailə uşaqda, ömrünü çürüdüb özgə ocaqda, laf gedib boşansın, ona nə fayda? Əlləri üzülüb daha həyatdan, keçib o qadın böyük sınaqdan, istəyib düzəlsin hər şey zamanla. Qırılıb ürəyi, zaman nə fayda?